Deməli, uşaqlar Xalq Cümhuriyyətinin 3 və 4-cü hökumətlərinin oxşar cəhətini istəyir. Bu sualı səhv yazan uşağın günahı yoxdur, birbaşa günah valideyndədir. Niyə? Orta məktəbdə oxuyanda uşağına çox da nəzarət eləməyib ya da təqib eləməyib, üstündə durmayıb. Uşaq passiv və yaxud da uşaq biraz özünə qapanıq olub, kənarda qalıb və sinifdə belə deyək, bu tipli sualların yazılmasına iştirak eləməyib. Məsələn, yazır A variantı. A variantı necə ola bilər? Yəni 3 və 4-cü hökumətdə Xəzər hərbi donanması bir dəfə yaranar. Ya 3-cü hökumətdə yaranacaq, ya 4-cü hökumətdə bir dəfə. Və yaxud da Gürcüstanla hərbi müdafiə sazişi bir dəfə imzalanır və salam. Düzdür, ola bilər bəlkə də 1-2 dəfə, amma AXC-dir, yəni 23 aylıq bir dövrdür. Və yaxud da Naxçıvanın yaradılması haqqında qanun. Bunları çıxmalısan. Niyə? Çünki bunlar bir dəfə olan bir şey. Amma uşaq götürür bunu. Deməli, uşaq orta məktəbdə ya summativləri işləməyib, ya testləri işləməyib, ya oxumayıb. Bununla birbaşa günahkarı kimdir? Valideyn ki, uşağını təqib eləməyib, uşağının dərsləri ilə maraqlanmayıb və testlər işlətməyib. Heç olmasa belə olan halda 8-9-cu sinifdən uşaqları bu gün hazırlığa və test sınaqlara göndərir. Yəni, bu tipli sualı uşaq səhv yazmamalıdır. Ən azından A-nı, B-ni, Y-ni çıxmalıdır ki, bunlar birində ola bilər, hər ikisində ola bilməz. Sonra Qarabağda separatizmə qarşı mübarizə deyər, hə, bu bəlkə ola bilər 3-4-də və yaxud da mübarizə, bu da deyə bilər, ola bilər. Amma məntiqlə götürəcək ki, biz ömrü boyu Qarabağda kimlə mübarizə aparmışıq? Separatçılarla. Burasına çox qarışmıram. Amma A, B, Y-ni götürən uşağın birbaşa günahı valideyndədir. Çünki bu, belə deyək, sizə qısa bir misal deyim. 2007 və 2010-cu il üçün oxşar cəhətdir. 2010. Təsəvvür edin ki, uşaq götürür Ələddinin anadan olması. Ola bilər elə bir şey. Ələddin ya 2007-də anadan olub, ya 2010, ikisindən biri. Ələddin anadan olmasını götürsə, siz onu acıqlanarsınız. Düzdür, bu da onun kimi bir sual. Xəzər hərbi donanmasının yaradılması bir dəfə olar. Uşaqları təqib edin orta məktəbdə, sınaqlara tez-tez göndərin, bir dəfə sınaqdan az yığa bilər, ikinci səfərdə göndərin, üçüncü səfərdə göndərin, qoyun adaptasiya olsun, vaxtları bölə bilsin və orta məktəbdə təqib edin, müəllimlərini, tez-tez müəllimlərinə əlaqə saxlayın, elə hazırlığın özündə də olsun, ayda bir dəfə heç olmasa əlaqə saxlayın və mütləq sınağa göndərin. Uğurlar.